Marie Curie sadəcə alim değildi, o imkansızı mümkün eden bir kadın idi. Kadınların elmdə qəbul edilmədiyi bir dövrdə o bütün maneələri aşaraq tarix yazdı. O iki fərqli elm sahəsində fizika və kimya üzrə Nobel mükafatı alan ilk və hələ də tək qadındır. Fizik həyat yoldaşı Pierre Curie ilə birlikdə radium və polonium kimi iki mühüm radioaktiv elementi kəşf edərək elm inkişafında silinməz iz qoymuşdur. Lakin bu böyük kəşflərin arxasında ağır zəhmət və görünməyən fədakarlıq dayanırdı. O dövrdə radiasiyanın insan sağlamlığına zərərli təsirləri bilinmirdi. Marie Curie laboratoriyada qoruyucu vasitəsiz çalışır, elm naminə sağlamlığını düşünmürdü. Uzun illər radiasiyaya məruz qalması nəticəsində ağır xəstəliyə tutuldu və bu xəstəlik onun həyatına son qoydu. Lakin onun ölümü belə elmin işığını söndürmədi. Marie Curie sübut etdi ki, elm cinsiyyət tanımır. O qadınların elmdə ən yüksək zirvələrə çata biləcəyini bütün dünyaya göstərdi. Bu gün onun adı sadəcə dərs işlərdə deyil, insanlara ümid verən bir simvol kimi yaşayır.